Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif dərsliyindən olan güc mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. İlk öncə birinci slayda baxaq. Birinci slayda bizdən soruşulur ki, tutaq ki, yaşlı və cavana eyni iş görmək tapşırılıb. Bu zaman yaşlı adam işi 10 dəqiqə gördüyü halda, cavan həmin işi 5 dəqiqə ərzində görür. Bu zaman deyilir ki, cavanın gücü yaşlının adama nəzərən çoxdur. Yəni biz burada nəyi nəzərdə tuturuq? Hər ikisi eyni işi görür. Sadəcə biri işi tez bir zamanda başa vurur, biri isə nisbətən gec başa vurur. Və bizdən soruşulur ki, güc burada hansında çoxdur? Təbii ki, biz burada zamanlara fikir versək, görərik ki, yaşlı adam işi gec görür. Bu zaman çox zaman sərf edir, amma cavan bunu tez bir zamanda görür. Əgər cavan bir işi tez bir zamanda görürsə, bu onu göstərir ki, onun gücü çoxdur, yaşlı adama nəzərən. Və nəticədə biz müqayisə etmiş olsaq, deyə bilərik ki, cavanın gücü yaşlıya nəzərən daha çoxdur. Çünki burada zaman az vaxt sərf olunub və zaman az olanda biz görürük ki, güc daha çoxu bərabərdir. Həmçinin digər nümunəyə baxaq. Tutalım ki, 300 ədəd kərpic 3-cü mərtəbəyə qaldırılır. Bu zaman fəhlə və krandan istifadə olunur. Fəhlə də, kran da eyni işi görür. Sadəcə işlər arasında müəyyən fərq. Sizcə nə fərq ola bilər? Əslində ikisi də eyni işi görür. Amma biz məlum məsələdir ki, kran bu işi tez bir zamanda görəcək və fəhləyə nəzərən bu işi tez qurtaracaq. Amma fəhlə bu işi tam görüb qurtaranaca müəyyən qədər vaxt keçəcək. Onda biz deyə bilərik ki, bunların zamanları arasında müəyyən fərq var. Yəni, fəhləyə nəzərən kranın gördüyü iş fərqlənir. Çünki kran hər ikisi əksində eyni işi görür. Sadəcə kran fəhləyə nəzərən işi tez bir zamanda qurtardığından bunlar arasında fərq yaranır. Şəkildə həmçinin buna görə də biz deyə bilərik ki, burada kranın gücü fəhləyə nəzərən çoxdur. Çünki kran bir işi görməyə fəhləyə nəzərən daha tez zamanda görür və bu zaman biz belə nəticəyə gələ bilərik ki, kranın gücü fəhləyə nəzərən çoxdur. Həmçinin digər nümunəyə baxaq. Tutalım ki, eyni ölçüdə sahə verilib, biri öküz və biri traktor tərəfindən görülür və yenə də bizdən soruşulur ki, bunlar arasında nə kimi fərq var, yəni işlər barəsində. Baxıb görə bilərik ki, hər ikisində eyni işi görür, hər ikisi eyni sahəni şumlayır. Məlum məsələdir ki, kran bu işi tez bir zamanda görəcək, amma öküz biraz vaxt sərf olunacaq. Ona görə də yenə də deyə bilərik ki, bunlar arasında görülən işlərin müddətləri arasında fərq var. Baxmayaraq ki, görülən işlər eynidir və nəticəyə gələ bilərik ki, burada kranın gücü həmin öküzə nəzərən daha çoxdur. Və güc bunu müəyyənləşdirir ki, zaman az bir müddət, əgər bir işi zaman az vaxt sərf olunursa, zaman baxımından bir zaman deyə bilərik ki, görülən güc daha böyükdür və bizim nümunəmizdə də kran ata və ya öküzə nəzərən daha az zaman sərf etdiyinə görə bu zaman bunun gücü daha böyük olacaq. Növbəti slaytda biz güc anlayışına tanış olacaq. Güc deyəndə bir işi görməyə sərf olunan zaman nəzəri, yəni bir işi görülən işin, hər hansı bir görülən işin həmin işə sərf olunan zamana nisbətindən söhbət gedir, güc adlanır. Yəni biz bir işi görərkən nə qədər vaxt sərf edirik? Bunun nisbəti bizə gücü verir. Güc aşağıdakı düsturla hesablanır. Bəzən gücü biz P hərfi ilə, bəzən N hərfi ilə də işarə edə bilərik. Və görülən işin zamana nisbətindən danışdığından, görülən iş A, zaman da T olduğundan A bölünsün T formasında təyin olunacaq. Verilən düsturda bizdə A mexaniki işdir. Əvvəlki dərsdə biz keçmişdik. Vahidi jouldur, cihazı yoxdur. T də zamandır. Onun da vahidi saniyədir. Söhbət əsas vahidlərdən gedir. Cihazı saniyə ölçəndir. N bugün dərsimizdə tanış olduğu gücdür. Vahidi wattdır, cihazı yoxdur. Hər üç kəmiyyət skalar kəmiyyət hesab olunur. İndi gəlin düstura əsasən kəmiyyətlər arasında asılılıqlara baxaq. Tutalım ki, mexaniki işlə biz güc arasında asılılığa baxarıq. Görürük ki, iş artdıqca güc də artır. Yəni bir işi çox görən zaman, əgər bir insan bir işi çox görə bilirsə, bunun gücünün çox olduğundan xəbər verir. Ona görə də iş güclə düz mütənasib olduğundan qrafik koordinat başlanğıcından keçən düz xəttə
formasında çəkiləcək, düz xətt formasında çəkiləcək. Yəni N'in A'dan qrafiki bu formada çəkiləcək. Həmçinin biz gücün zamandan asılı qrafikinə baxa bilərik. Bayaqki nümunələrdə də gördük ki, zaman çox sərf olunanda bir işə o deməkdir ki, güc zəifdir. Belə nəticəyə gələ bilərik ki, zaman artdıqca güc zəifləyir. Yəni güclə zaman tərs mütənasib. Tərs mütənasibliyin qrafiki bu formada olacaq. Həmçinin gücün vahidi watt qəbul olunmuşdur alimin şərəfinə əsasən. Yəni biz gücün vahidini bu şəkildə yaza bilərik. Yəni A bölünsün T formasında yazsaq, işin vahidi joule, zamanın vahidi saniyə, o da bərabər olacaq 1 watta. Yəni wattın açılışını joule bölünsün saniyə formasında da yazmaq mümkündür. Şəkildə elektrik lampası saniyədə 60 joule enerji sərfidir. Yəni biz 1 saniyədə 60 joule enerji sərf olunur. Bu enerji bizi iş kimi götürə bilərik. Bu zaman onun gücü 60 watta bərabər olacaq. Çünki bilirik güc görülən işin zamana nisbətidir. Bizdə də görülən iş 60-a bərabərdir. Zaman hər saniyə dedikdə 1 saniyə nəzərdə tutulur. Yəni 60-ı biz 1-ə bölsək 60 watta bərabər olacaq. Watt ümumiyyətlə gücün ən kiçik vahididir. Digər vahidlərlə də ifadə etmək olar. Mikrowatt, milliwatt, kilovat, megawatt. Mikro onstu -6 nəzərdə tutulur. Milli onstu -3 nəzərdə tutulur. Kilo onstu 3 nəzərdə tutulur. Mega isə 10⁻6 watt nəzərdə tutulur. Əgər hər hansı bir cisim düzxətli bərabər sürətli hərəkət edərsə, onun gücü aşağıdakı düsturla hesablanır. Yəni gücün düsturunu yazırıq. N bərabərdir A bölünsün T. Mexaniki işin düsturunu biz keçmişik. F vurulsun S-dir. O da bölünsün T şəklində yazsaq. Biz əgər düzxətli bərabər sürətli hərəkətdə biz nəzərdə tutsaq ki, gedilən yol və yaxud yer dəyişmək V vurulsun T şəklində təyin olunur. Ona görə yaza bilərik. F vurulsun, o da V, o da vurulsun T şəklində yazsa. Burada T'lər sürət və məxrəcdən ixtisar gedir. Yəni F vurulsun V şəklində tapmış olarıq. Yəni düzxətli bərabər sürətli hərəkətdə gedilən istifadə olunan güc N bərabərdir F vurulsun V şəklində təyin olunur. Məişətdə güc vahidi kimi at qüvvəsindən də istifadə olunur. At qüvvəsi isə bir at qüvvəsi 736 watta bərabər. Dünyanın maraqlı məlumat olaraq biz gücə aid bir neçə nümunəyə baxa bilərik. Dünyanın ən güclü mühərrikinin gücü 80 megavata və yaxud 110.000 at gücünə bərabərdir. Bu mühərrikdən gəmisini hərəkət etmək üçün istifadə olunur. Bilirsiniz, yük gəmisini hərəkət etdirən zaman çox yük, orada daha çox sürət tələb olunur, daha çox güc tələb olunur və bu zaman daha güclü mühərrikdən istifadə olmaq tələb olunur. Şəkildə həmçinin elektrik qatarının da mühərrikinin gücü verilib, müəyyənləşdirilib ki, elektrik qatarı mühərrikinin gücü 2680 at qüvvəsinə bərabərdir. Amma avtomobil mühərrikinin gücü bunlara nəzərən daha azdır, 138 at qüvvəsinə bərabərdir. Şəkildəki elektrik lampasının gücü dedik 60 watta bərabərdir. Bu o deməkdir ki, hər saniyədə 60 joule enerji sərf edir. Bu enerji lampanın həm işıqlanmasına sərf olunur, həm də istilik verməsinə sərf olunur. Lakin burada lampanın işıqlanması faydalı enerji hesab olunur. Amma istilik hesab olunması, yəni biz bəzən lampaların hiss edirik ki, əlimizi üzərinə toxunduqda onun üzərində isinmə müşahidə edirik. Bu isinmə əslində bizə lazım deyil, bu faydasız enerjidir. Yəni enerji itkisidir. Çünki bizim lampanı işlətməkdə məqsədimiz ətrafı işıqlandırmaqdır. Bu da elektrik lampasının çox elektrik enerji işlətməsinə səbəb olur. Lakin fluorescent lampalarında enerjinin bir hissəsi lampanın işıqlanmasına, az hissəsi lampanın isinməsinə sərf olunur. Buna görə də biz burada bu lampalar adi lampalara nəzərən elektrik enerjisini az tələb edir, yəni qənaətçildir. Bunun üçün də biz fluorescent lampaları digər lampalara nəzərən daha çox istifadə olunur, yəni daha çox istifadəyə yararlıdır. Bu slaydda bizə bəzi kəmiyyətlər və onların, yəni güc düsturunda olan kəmiyyətlər və onların vahidi, cihazı və asılılığına aid
cədvəl tərtib olunmuşdu. Biz bu cədvəli bayaq öyrəndiklərimizə əsasən yaza bilərik. Tutalım ki, birinci kəmiyyət n-dir. Biz bilirik ki, bu n gücü nəzərdə tutulur. Gücü yaza bilərik. Vahidi biz bildik wattdır. Watt qısaca VT şəklində yazılır. Cihazı yoxdur. Asıllığı isə görülən iş və zaman ola bilər. Həmçinin burada A verilib, A bilirik işdir, mexaniki iş hesab olunur. Bunun vahidi joule-dur. Cihazı yoxdur. Asıllı olduğu kəmiyyətlər isə qüvvə ilə yer dəyişmə götürə bilərik. Həmçinin zaman götürsək, zaman T hərfinə işarə olunur. Bunu zaman yaza bilərik. Bəs vahidi saniyədir. Yəni biz burada əsas vahiddən danışırıq. Cihazı saniyə ölçəndir. Yəni laboratoriyada biz saniyə ölçəndən istifadə edirik. Asılı olduğu kəmiyyətlər əgər biz burada T sabit və ya gücü və ya işi sabit götürsək, T həm N-dən, həm də A-dan asılı ola bilər. Burada digər əvvəlki dərslərimizdən keçdiyimiz düsturlar və onların vahidləri, cihazları təsvir olunmuşdur. Yəni bu düsturlar bizdə məsələ həllində istifadə olunur. Siz bunu da öz dəftərinizdə bu şəkildə qeyd edib, lazım gəldikdə asanlıqla lazımı düsturu tapıb oradan istifadə edə bilərsiniz. Yəni bu cədvəl bizə kömək olur ki, biz kitabdan hər hansı bir mənbədən axtarmadan tez bir zamanda lazımı düsturu həmin cədvəldən təyin edirik. Daha sonra məsələ həllində istifadə edirik. Belə bir məsələ verilib bizə. Bizdən soruşulur ki, verilənləri watt ilə ifadə edin. Biz ümumiyyətlə əvvəlki dərsdə keçdik ki, at qüvvəsi 736 vata bərabərdir. Gəlin əvvəlcə ilk növbədə biz burada kilovatı vata çevirək. Əgər bizdə verilibsə 0,245 kilovat. Biz bunu vata çevirsək, bilirik ki, 1 kilo 1000 deməkdir. Yəni biz cavabı 1000-ə vurmalıyıq. Yazacağıq 245 watt. 15 megawatt bizdən vata çevirməyimiz soruşulur. Megawatt 10^6-dır və yaxud 1 milyona bərabərdir. Biz bunu 15 vurulsun 10^6 watt formasında yaza bilərik. 75 at qüvvəsini hesablamalı olsaq, biz bilirik ki, bir at qüvvəsi 736 vata bərabərdir. Yəni biz burada 75-i 736-ya vursaq, vatı təyin etmiş oluruq. 300 at qüvvəsi verilib. Burada da 300 at qüvvəsini təyin etmiş olsaq, 300-ü biz 736-ya vurmalıyıq. Çünki bilirik ki, bir at qüvvəsi 736 vata bərabərdir. Deməli, biz məsələdə vahidlər arasında çevirməni təyin etdik. Yəni, öyrəndik ki, bir watt, ümumiyyətlə verilənlər wattla necə ifadə oluna bilər. Keçək digər slaytda. Bizdən soruşulur, məsələn, iki avtomobildən gücü daha böyük, yoxsa kiçik olan daha sürətlənər, daha tez sürətlənər. Biz bunu müəyyən etmək üçün biz əvvəlki slaytda düstur keçdik. Dedik ki, güc cismin sürətindən düz mütənsib asılıdır. Yəni, biz əgər gücün düsturunu sürətlə ifadə etmiş olsaq, n bərabərdir F vurulsun V şəklində təyin edərik. Yəni, sürət artdıqca həmin avtomobilin gücü də artacaq. Ona görə də gücü böyük olanın həmişə sürəti daha çox olacaq. Bu düstura əsasən, çünki güclə sürət düz mütənsib asılıdır. Digər nümunədə bizdən verilir ki, Nigar bərabər kütləli iki cisimdən birini 4-cü mərtəbəyə Nicatdan tez qaldırır. İndi bizdən soruşulur. Nigar və Nicatın qaldırdıqları cisim üzərində gördükləri iş bərabərdirmi? Əslində hər ikisi eyni işi görür, biz görə bilirik. İkisi də eyni kütləli cismi qaldırır. İkisinə də hər ikisi eyni ağırlıq qüvvəsi istifadə edir, yəni ağırlıq qüvvəsinə qarşı iş görür. Lakin fərq nədədir? Çünki biz dedik ki, bu ona görə işlər bərabərdir ki, hər ikisi eyni cismi qaldırır və hər iki cismin ağırlıq qüvvələri, kütlələri eyni olduğundan hər ikisi ağırlıq qüvvəsinə qarşı eyni iş görür. Amma B variantında bizdən soruşulur ki, Nigar yoxsa Nicatın gücü daha böyükdür. Təbii ki, burada açıq aydın deyə bilərik ki, Nigarın gücü Nicata nəzərən daha çoxdur. Nigar həmin işi tez bir zamanda görür. Biz də bilirik, görülən iş zamanla tərs mütənasib.
Digər nümunəyə baxaq, məsələ həllinə baxaq. Bizdə verilib ki, düzxətli bərabər sürətlə hərəkət edən avtomobilin mühərrikinin dartı qüvvəsini 7,36 kN, sürəti isə 72 km/saatdır. Avtomobilin mühərrikinin gücünü hesablayın və at qüvvəsi ilə ifadə edin. Gəlin bunu hesablayaq. Qüvvə verilib, biz bilirik qüvvə F hərfinə işarə olunur. Yəni F bərabərdir 7,36. 7,36-nı əgər biz Newtona çevirmiş olsaq, biz bilirik kilo 1000 deməkdir. Onda olacaq, yəni 1000-ə vurmalıyıq, 7360 Newton. Sürət V bərabərdir 72 km/saat. Biz bunun çevrilmə qaydasını 7-ci sinifdə keçmişik. Yəni bilirik ki, sürətin əsas vahidi metr bölü saniyədir. Yəni biz burada kilometri metri, saatı saniyə ilə ifadə etsək, bu zaman 72-ni 1000-ə vurub 3600-ə bölməliyik. Cavab edəcək 20. Yəni verilir hissəsində biz verilənləri yazıb çevirmə aparırıq. Tapmalı hissəsində bizə gücü soruşur. Güc N hərfinə işarə olunur. Yazırıq N bərabərdir sual. Həlli hissəsində gücün düsturunu yazırıq. Biz bilirik gücün düsturu düzxətli bərabər sürətli hərəkətdə N bərabərdir FV formasında təyin olunur. Yəni biz burada 7360-ı 20-yə vurmalıyıq. Bu cür hesablanmalıyıq. Amma bizdən bunu həmçinin at qüvvəsi ilə ifadə etməyimiz tələb olunursa, bizim aldığımız cavab wattdır. Amma biz bilirik ki, 1 watt 736 at qüvvəsinə bərabərdir. Biz bunu əvvəlki slaydda müəyyənləşdirdik. Bir at qüvvəsi 736 watta bərabərdir. Yəni biz həmin bu rəqəmi, yəni bizdə alınan rəqəm wattla ifadə olunacaq. Əgər biz at qüvvəsini çevirmək istəyiriksə, verilən rəqəmi 736-ya bölməliyik. Ona görə birbaşa bölüb yazmaq olar. Böləndə biz görürük ki, ixtisara olunacaq. Yuxarıda qalacaq 20 və 1 10. O da bərabər olacaq 200 at qüvvəsinə. Deməli, biz bu məsələ həllində sizinlə verilir yazma qaydasını öyrəndik. Yəni, verilənləri biz verilirdi yazdıq. Uyğun çevirmələr apardıq vahidlər arasında. Həlli hissəsində biz isə həmin düsturdan, yəni gücün düsturundan istifadə edərək verilənləri qoyub hesabladıq və aldığımız cavab wattla ifadə olundu. Lakin bizdən watt deyil, at qüvvəsi tələb olunduğundan həmin aldığımız cavabı 736-ya bölərək at qüvvəsini təyin etmiş olduq. Növbəti slaydda bizdə forklift kütləsi 2 ton olan konteyner 5 saniyə müddətində 4 metr hündürlüyə bərabər sürətdə qaldırılır. A variantında bizdən soruşulur ki, forklift tərəfindən tətbiq olunan qüvvəni tapın. B variantında onun üzərində, yəni konteyner üzərində görülən işi hesablayın. C variantında forkliftin mühərrikinin gücünü hesablayın. İlk növbədə biz yenə də verilənləri yazaq. Bizə kütləsi 2 ton verilib. Kütlə bilirik M hərfinə işarə olunur. 2 ton yazırıq. Və biz bunu kiloqrama çevirsək, 1 ton 1000-dir, olacaq 2000 kiloqram. Hündürlük verilib bizə. Hündürlük H bərabərdir 4 metrdir. Biz hətta burada qravitasiya sahəsinin intensivliyini də əlavə edə bilərik. Metr bölü saniyə kvadratı şəklində yaza bilərik. Bizdən soruşulur qüvvəni tapın. F. Həmçinin bizdən B variantı işi soruşur. Və sonda gücü soruşur bizdən. Gəlin əvvəlcə qüvvəni təyin edək. Biz bilirik ki, burada qüvvə ağırlıq qüvvəsinə görülən işdir. Ağırlıq qüvvəsi biz bilirik ki, F bərabərdir mg düsturuna hesablanır. Və mg düsturunu hesablasaq, biz kütləni qravitasiya sahəsi intensivliyinə vurmalıyıq. Eləyəcək 20.000 Newton. Həmçinin görülən iş bizə soruşur. Burada əgər biz gravitasiyaya qarşı iş görürüksə, bu zaman bizim gördüyümüz iş əvvəlki dərslərdən də keçmişdik. MGH düsturuna təyin olunacaq. Yəni biz buradan 2000-i 10-a və 4-ə vurmalıyıq. Vursaq, bu zaman biz 80.000 joule almış olarıq. Və gücü təyin etmiş olsaq, gücü biz M bərabərdir F vurusu V şəklində də təyin edə bilərik.
Yəni biz qüvvəni 20.000-i sürətə vurmalıyıq. Biz bunu sürətə təyin etməli olsaq, həmçinin zamanla da təyin etmək olar. Zamanla təyin etməli olsa, sürət bizdə əslində, bizdə məsələnin həllində bizə zaman verilib. Zaman 5 saniyədir. 5 saniyədir. Yəni biz burada sürəti təyin etmiş olsaq, əvvəlcə bərabər sürətli hərəkətdə biz keçmişik ki, V bərabərdir S bölünsün T. Amma bizdə gedilən yol hündürlük olduğuna H bölünsün T şəklində yazacağıq. Yəni H bizdə hündürlük 4 metrdir. 4'ü biz böləcəyik zamana, yəni 5'ə. Bu da eləyəcək 0,8. Həmin bu aldığımız 0,8'i gətirib sürətdə qoyursaq yerinə. Bu zaman aldığımız cavab 8'i 20'yə vururuq, edir 160.000. 20.000'ə vursaq 160.000, amma vergül olduğuna görə biz yazacağıq 1600 watt. Deməli biz bu məsələdə öyrəndik ki, verilənlərə əsasən biz gücü, işi, həmçinin qüvvəni necə təyin etməliyik. Əgər biz fikir verməliyik ki, bizim gördüyümüz işdə hansı qüvvələrdən istifadə olunur, bizim gördüyümüz iş ağırlıq qüvvəsinə qarşı görülən iş idi. Ona görə də qüvvədə biz ağırlıq qüvvəsindən istifadə etdik. İşdə isə ağırlıq qüvvəsinin gördüyü işdən istifadə etdik. Ağırlıq qüvvəsinin gördüyü iş biz bilirik ki, MGH-dır. Ona görə həmin düsturdan istifadə etdik. Amma güc düsturunda isə bərabər sürətli hərəkət üçün lazım olan güc düsturu, yəni N bərabərdir F vurulsun V düsturundan istifadə etdik. Biz burada sürəti taparkən düzxətli bərabər sürətli hərəkətdə, yəni 7-ci sinifdə keçdiyimiz düzxətli bərabər sürətli hərəkət mövzusunda olan sürət düsturundan istifadə etdik. Bilirdik ki, V bərabərdir L bölünsün T'dir. Sadəcə bizdə gedilən yol hündürlükdən ibarət olduğundan biz H bölünsün T şəklində hesabladıq və burada sürəti təyin edirik. Bunu gətirib gücün düsturunda qoyuruq və düsturda da F vurulsun V, yəni gücü təyin edərkən biz qüvvəni sürətə vurduq və aldığımız cavab bizim üçün mühərrikin gücü hesab olundu. Digər nümunəyə də baxaq sizinlə. Şəkildə mühərrikin gördüyü işi zamandan asılı qrafik verilmişdir. Qrafikə əsasən mühərrikin gücünü və 5 dəqiqədəki gördüyü işi hesablayın. Biz bayaqki məsələdə bizə sözlə verilmişdi verilənlər. Amma bu məsələdə biz qrafikdən istifadə edəcəyik. Grafikin oxlarına fikir verməliyik. Qrafikin yuxarı hissəsində biz görürük ki, iş verilib, A və Joule yazılıb. Qrafikin aşağı hissəsində T zaman verilib və saniyə vahidi yazılıb. Biz indi bu qrafikdə rəqəmləri götürürük. Bizə iş A, yəni 600 Joule-a bərabər verilib. Yazıram A bərabərdir 600 Joule. Zaman 10 saniyə verilib, yazıram T bərabərdir 10 saniyə. Burada heç bir çevirmə aparmıram, çünki verilənlər öz vahidi ilə verilib. Tapmalı hissəsində bizdən gücü soruşur, yəni N bərabərdir sual və görülən işi soruşur 5 dəqiqə ərzində. Yəni biz onda verilənlərə 5 dəqiqə də əlavə etməliyik. 5 dəqiqə. Biz əgər bunu saniyə çevirsək, 1 dəqiqə 60 olduğuna görə 5 dəqiqə 300 saniyə olacaq. Və işi də, həmin andakı işi də soruşur, yəni A bərabərdir sual. Gəlin biz əvvəlcə gücü təyin edək. Güc bilirik ki, N bərabərdir A bölünsün T. A bölünsün T desə biz 600'ü 10'a bölürük. Cavab edəcək 60 watt. Amma bizdən görülən işi soruşduğundan, amma 5 dəqiqə ərzində görülən işi soruşsa, biz yenə də gücün düsturundan istifadə edəcəyik. Sadəcə bu zaman zamanı artıq 10 saniyə yox, 5 dəqiqəyə uyğun qoymalıyıq. Yəni gücün düsturu biz bilirik N bərabərdir A bölünsün T. Biz buradan, bu düsturdan A-nı təyin etmiş olsaq, N vurulsun T şəklində yazırıq və gətirib verilənləri qoyuruq. Gücü biz bayaq tapdıq 60. Zaman bizdə 5 dəqiqə ərzində soruşduğundan 300-dən istifadə edəcəyik. Və hesablasaq, 60'ı 300'ə vursaq, 18.000 Joule almış olarıq. Deməli biz bu məsələdə sizinlə qrafikdən istifadə edərək gücü və işi təyin etməyin qaydasını öyrəndik. İlk növbədə yenə də əvvəlki məsələlər kimi veriləri yazırıq. Sadəcə verilənləri biz məsələnin şərtindən deyil, qrafikdən götürüb yazırıq. Sonra
uyğun olaraq düsturlardan istifadə edirik. Bir dəfə gücün düsturundan istifadə etdik və adi formada təyin etdik, yəni A-nı T-yə böldük. İkinci halda da yenə gücün düsturundan istifadə etdik. Sadəcə burada gücün özünü deyil, işi təyin etmiş olduq. Çünki istənilən, əgər bir mühərrikdən danışırsa, əgər mühərrik dəyişməyibsə, onun gücü də dəyişmir. Yəni ikinci halda da həmin gücdən istifadə edə bilərik. Sadəcə müddət dəyişirsə, bu zaman işi artmış olacaq. Çünki verilən düstura əsasən görülən iş zamanla düz mütənasib asılıdır. Və biz burada gücün düsturundan istifadə etdik. İkinci halda da sadəcə burada işi təyin edərkən tənasüb qaydasından istifadə edərək gücü zamana vurduq. Və gücümüz dəyişmədiyi halda 60 olduğundan 60'ı yerinə yazırıq. Zaman dəyişdiyindən biz zamanı saniyə çevirib 300 saniyə şəklində qeyd edirik və hesablayanda biz 60'ı 300'ə vururuq və aldığımız cavab, yəni aldığımız hasil bizim üçün görülən işə bərabər olur. Dərsimiz bu qədər. Yəni biz bu dərsimizdə sizinlə güc anlayışına tanış olduq. Həmçinin öyrəndik ki, güc hansı kəmiyyətlərdən asılıdır, iş və zamandan asılıdır və hər bir kəmiyyətlərlə necə asılılığı var, düz və yaxud tərs və onların qrafik formada təyin edilməsini öyrəndik və bir neçə təbiətdən, həyatdan götürülən bir neçə nümunələrlə tanış olduq. Bu nümunələr əsasında biz güc anlayışını daha dərindən dərk etmiş olduq və həmin bu nümunələri müəyyən etdikdən sonra biz məsələ həllərinə baxdıq, məsələlərin yazılma qaydasını öyrəndik və hər bir düsturdan hansı halda istifadə edildiyini də öyrəndik və güc vahidləri arasında da müəyyən asıllıqlara baxdıq. Güc vahidləri arasında hansı çevirmələrin olduqları ilə tanış olduq və bunlar arasında müəyyən çevirmələr apardıq. Dərsimiz bu qədər. Bu dərsimizlə biz sizinlə güc anlayışına tanış olduq. Növbəti dərslərdə görüşərik. Sağ olun.